Bacanaqlar serialı başladı. Nasıl bilmişim? Piş. Atamın maşını alarsan. Şumat 4 mat 10 piş. Atamın maşını alarsan. 50 piş. Atamın maşını alarsan. 5 mat 10 piş. Bu da 80 5 mat 90 piş. 6 mat 10 piş. 35 piş. Bu da şimdi. Durun. Çıkın buradan. Çıkın gedin koyduğun gözü tanınızda. Neçəydi ha burada? Beş mat, 20 Qismət çay içirsən? 5 mat 25 qəpik. Ay qismət. 5 mat 25 Üzüm mürəbbəsi gətirim yoxsa çiyələk? 5 qəpik. Üzüm mürəbbəsi gətirim yoxsa çiyələk? 45 qəpik, 4 mat 65 qəpik. Qismət. 55 fərq yoxdur. 64 mat. Necə yəni fərqi yoxdur? Keçən səfər üzüm mürəbbəsi gətirdim, dedim ki, xoşuma gəlmir. 4 mat şimdi Çiyələk gətirim qismət. 5 mat. Hə, biz çiyələk gətirərsən, çiyələk gətir, hə, çiyələk gətir. Çiyələk bu. 24, 60, 80, 30, 1 qəpik, 3 mat. Ay qismət, bir daha bu xırdala da. 53 qəpik, 53 qəpik. Qismət, yenə bu 100-lük xırdala da mən üçün. 4 manat. 4 manat. Qəpiklərlə yoxsa kağız pulla ver. Manat, bir maşın 3 qəpik. Ay qismət, sən nənəmə kağız pulla ver, qəpikləri nə edirəm? Kağız pul yoxdur da, hamısı qəpikdir. Demək 3 manat bu neçə? 66 qəpik, 1 mat 62 mat 6 qəpik, 2 mat 16, 2 mat 56, 2 manat 56, 70, 80, 90, 100, 3 mat 6 qəpik. Qismətəm, kassanı mənə verərsən. 3 mat 6 qəpik, 3 mat 6 qəpik, şeydir. Qismətəm, bu kassanı mənə verərsən. Qismətəm, bu kassanı mənə verərsən. 5 mat 56 qəpik. Qismətəm, bu kassanı mənə verərsən. Yox! Çıx get öz otağında oyna! Sən vermədilər. Çay da burada. Mehriban bacanaklara Yeri gelse dostum hem de yoldaşık biz Darbegan ve etibarlı sırdaşık biz sanki Ama sana doğma aziz kardeşim biz
Qismət əminə tək saçımdan tutub qapıya vurdusa. Elə bir beynim sirkələndi. Yaxşı görək də ay Həmal. Qismət həmin səni belə vurmaz axı. Ay nənə, sən öz qanından ola nəvənə inanma. Get o, ya da oğluna inan. Of, hələ ayaqda qalmışam. Neyiniyim? Yiyəm yoxdur ki, gedib qismətə cavab versin. Neyiniyim? Gedib bəstin ənəmə zəng eləyəcəm. Bəsli kimdir? Bu məsələni özüm həll eləyəcəyim. Bəsli. Axşamın xeyri ay mənim məhəbbətim. Ana, axşamdır, səhərdir. Bilirəm ay qaranquşum. Özüm heylə deyirəm. Deyirəm birdən ölümlü timli dünyadan ha. Birdən səni görmərəm. Ma bax görməyim. Sən gözünün altın ki vurub belə qaraldıb. Nə tez yadından çıxdı. Gecə yatanda dirsəyinlə nə qədər vurdunsa gözümün altı qaraldı. Yadından çıxıb deyəsən. Ondan sonra mən yuxarı qalxdım. Bu, mən eləmişəm ona ay mənim qaranquşum. Yox. Evə oğru girmişdi. Hə. Hə, elə o məni vurdu, qaçdı. Əgər evimizə oğru giribsə, polisə zəng eləyib, gəlsin oğrunu tutsun aparsın da, görsün kimdir. Elə eləyəcək, narahat. Tam tutam mənə. Qismət, axşam sənə heç nə demədim. Çünki bizim evdən qışqırıq səsi gələn kimi qonşu polis çağırır. Utanmırsan sən. Hamalin qolundan tutub çırpmısan bu qapıya, uşaq az qalıb beyninə qan sızsın. Başını qapıya çırpmış, başa düşmür. Seyran xala, düz deyil, o söhbət düz deyil. Pul sayırdım, mani oldu, ona görə də qolundan tutdum, çıxartdım. Xeyr, uşaq səhərə qədər yatmayıb, zarıyıb. İndi sən pullanmısan deyənə basıb bizi döyərsən. Hə? Elə dediniz ki, özümdən şübhələndim. Bir dəqiqə daha gün, nətər oldu hadisə? Çıx, get öz otağında oyna. Yox, heç Ceylan xala, elə deyil, elə olmadı. Deməli, mən pul sayırdım, mani oldum, mən də qolundan tutdum, ehmalcız götürdüm, qapıdan yola saldım, getdi. Qismət, sənə əl tutduğun vaxtlar nə tez yadından çıxdı. Yadına gəlir, Həmail anadan olanda, Həmaili görməyə şirinlik gətirənlər gətirirdilər, onun yastığının altına pul qoyurdular. Mən o pulları götürüb verirdim sənə. Nə tez unutdun bunları, hə? İndi pullanmışsan deyənə, basıb bizi döyərsən. Yox, Ceylan xala, mən nə iş eləməmişəm axı. Qismət, elə eləmək ki, o yığdığın pulları elə eləyim ki, vəkillərə xərcləyəsən. İsmail, mən ağsaqqallıq eləmək istəyirəm. Nə eləmək istəyirsən Salim əlim? Böyüklük eləmək istəyirəm da, hə. Sən də mənim qohumumsan, bilirəm, sən biraz maliyyə sıxıntıları var. İstəyirəm, bura mənim klinikamdır, səni burada işə götürəm, bu klinikada işləyəsən. Əlini çörək çatdırmaq istəyirəm. Allah, biz. Yəni mən təbii ki bu klinikanın müdürü olsam da, amma bu klinikanın da öz şərtləri var, öz kürəyim, qadınım, kürəyim. Qaş. Hə, yaxşı. Bu tərəf. Öz şərtləri var da klinikanda. Yəni Təbii ki. belə deyək də, 2 ayın maaşını sən işə götürdüyüm üçün sənin 2 ayın maaşını götürəcəm özümə. Halallıq. Halallıq.
Sonra 3-cü aydan alacağım maaşdan 10 manat, 10 manat tutacağım her ay. Halallıq, yəni onu, ay bırak xidmət haqqına zada görə yox. Biraz qudurmayasan. Olar. Ya? Ayterim, bana da fikir vermeyirsiniz. Sonra bir də sən işə götürürəm, dəlgi çörəyə çatdırıram, ağsaqqal, böyle eləyirəm də. Yəni bunu yadda saxla. İşə götürüm, 300-dən, 500-dən adını hörmət eləyirəm, qoyub düşəyəm. Olacaq talim mənim, hamısı el adətimə necə lazım. Prosta mən bilim, mənim işimin adı nə olacaq talim mənim? Dörtəcəyə, sadəcə fikirləşməmişəm. İşə götürürəm, deyim, 500-dən alıram, amma həkim. Sən qoyuram həkinlikə həkim. Mən də hələ bir dəvə qapçızadan olacağım. Lap yaxşı həkim deyim, qapçıdan da sən. Qolu təmizlə, qolumu təmizlə. Lap yaxşı talim mən. Mən də hələ bir Ay, kası var! Kası var! Bəli, O iki səsini kəs də, iş görür, adam şey götürür. Başa düşürəm təlim müəllimisi, amma bu Fikrət müəllimin istədiyi biraz kompleksi var, danışa bilmir, ühürə bilmir. Mən ona bayaqdan orada ühürmək öyrədirəm. Qaçışırəm. Ühürmək öyrədirəm deyirəm ona. Ya da hürür də, sərdən hürür də. Təlim müəllim, Ha. ühürən it deyil ki. O. Can balacan, başına dönüm ay müebbet. Senin gözünün altını sevda karartmayıp ha. Neye düşmüşsen kadın alım sevdanın üstüne. Sevda hamiledir. Yaqin sevda gece yatanda. Sen de başın koymuşsan sevdanın karnının üstüne. Bilmirsen uşak tepi yatan olur. Şimdi eceldi dana. Vurup o da gözünün altını karaldı. Başına dönüm. Can ona bakayım. Sen yana oğlum idi. Şuluqdur da, şuluq. Atası məhəbbət kimi vuran oğlandır da. Özü də ələ ağırdır. Ay kuban ölərəm. Deyirəm ay mənim şehli gülüm. Əgər bu uşaq belə vurağandısa, bəlkə deyirəm onu sabahdan elə karateye qoyar. Gitsin örgənsin. Fikirləşsən, bəs sıxılar. Bırak sen. Hardasan ay Natasha. Bir dəfiyə tutur da quluncu. Abla bir tərəfə dönür. Ah Natasha, ah Natasha. Ay, görmü qurdu bu. Ah, ay. Tamam benim masajını kardeşim görünür, tamam mısın? Ben onun masajını yapacağım seni. Küreğime çıkardım. Hastalı. Ne oldu Salam abi? Ne var? Nə yaxşı gəlmiş, hay qardaş, nə əcib sən, nə? Mas adam kardeşine derimin de yaxşı gelmişler. Carısı batısının obyektine gel. Onun kalfasına doğra ver, doğadan ver. Sonra bu kasiye çöreğine çevirir de işimizi bilecek. Gelemez. Dur sən. Yok sağ olun, lazım değil. Dünən axşam Hamalin qolundan tutdum, belə otaqdan çıxartdım. O da səhər tezdən ceyranla arzu üstümə düşüblər ki, uşağın başını divara çırpırsan, qapıya çırpırsan, nə eləyirsən? Heç bir şey yok. Zulma düşmüşəm. Bəs maşını qeynananın adını alanda, qeynana da həftədə bir dəfə sənə daverlis verəndə, bilmirdin belə olacaq. Can qardaş, sənə yazığım gəlir. Nə bilim, abla. Bilirəm. Narahat olma. Bir də əynimi dəyişim. Gelim yarım saat bir de orada baldızlık eləyim gəlim. Baxma. Güç də səndə də bəs. Çocuğum Ayqa. Mən getdim. Ayqa, bir tane kolunu tut da. Mam oğlum, ola. İsmail'i bu gündən öz klinikamızda həkim götürürəm. Qoy əl-elə verin, işləyin. Qoy klinikamızda vəziyyət yaxşı olsun. Sənə güvənirəm İsmail. Salim mənim. Ha. Onsuz da
ayın axırıdır, maaş yaxınlaşır. Mən ona görə istəmirəm, ağzımı açırım, onsuz da yəni problem çıxır. Özünü çəkindirsən, özünü qorxuzursan, ha? 10 sene bir kazancı olmuyordu. Bu dakika maaş verebilmirəm, adam axtarıram çərməliyəm, bir kəlmə masasını çərməliyəm, rast edeyim. Buyur, tüşükün dibindən çıxan verəm, mən işləm. Elə oldu da. Pis yaxşı. Bu klinikada mən işləyirəm də, düzdür? Yola verirəm də işlərim. Buna da ehtiyac var idi, ha? İsmail, bir kürəyən masaj elə oğlum. Sen burada baytarsan, kansı var. Sen heyvan həkimisən, heyvanları qulluq elə, kürəyim qaşdan. Ay İsmail, mən deyirəm, yerdən. Ay, qaşı. Cırdık ben kürəyimi, cırdık. Ay, bir ihtiyat oldu la. Gördün? Koparttı. İsmail da burada insan həkimi işləyəcək. İnsanları qulluq eləyəcək, zamanı kürəyim cırmayı. El-ele verin, pul kazanın, dolanak da kardeş. Hoşta gel, her ayın axırı eləysən və bir kəlmə deyim, mən sana bir kəlmə deyim, Raşid ola. Pul da kazanak da. Salam aleyküm. Salam aleyküm. Salam aleyküm. Kardeş, mən bura klinikanın, yani buranın müdürüyəm. Klinikada da hər cür xidmət açmışıq. Sizə insan həkimi lazımdır, heyvan həkimi lazımdır, nə lazım, nə kömək eləyək? Yox qardaş, bir sən necə deyim? Aha. Toya gedirəm. Aha. 50 qram içəndən sonra meyvama dönürəm. İndi bilmirəm, heyvan həkiminə müraciət edeyim, yoxsa insan. Ha. İndi məsələ bundadır ki, bunu İsmail müalicə eləməlidir, yoxsa mən? Qırağıdır. Bu kardeş, normal adamsan, içirsən, meymuna dönürsən. Şəxsiyyət vərəqən də var. Var. Baktığım buydu. Bu da başlayalım. Fitreten insandı. Fitreten insan için miyim? Məhəbbət salam. Sağ ol. Bir dəqiqə, mən 100 çıxmalı deyiləm. Mən 100 üstə gəlməliyim. 100 üstə gəlməliyim, 1100. Şu, tamamilə doğrudur. Nəfərsin, mən vericini hesablamadım, bax, 4% də o. Şu, sən işində olsan mənə öp, bir dəqiqə. 100 üstə gəlməliyim. Nəfərsin, mən. Haydi get işinlə məşğul ol, Salamlaşırıq da. Salamlaşırıq. 2 saatdə öpürsən, cəməlli öpkünə. Ay, məhəbbət. Bu nədir? Gözün altı kim qaraldıb sənin? Mənim gözümün altını heç kim qaralda bilməz. Özü deysən, hə? Ay, gömgöydü gözün altı. Ay, sağ. Sağ. Bu sağ. Bu sağ. Baxım görüm açıqda atırıcı. Biraz aşağıya yaxşı görmürəm. Biraz aşağı əyil. Əyil, qabağımda əyilsən, mən qabağımda. Nədə? Saçmısan, əyilsən, nədir? Şaban. Yəni deyirəm, baxım görüm, ha? Bu gözümün altı. Elə o gözün altı. Mənim gözümün altın qaraldan hələ anasından olmayıb. Başa dünyaya gəlməyib. Məhəbbətin gözünün altını heç kim qaralda bilmir. Çünki məhəbbətin adında 2 dənə quyar mı var? Özü də nənəsinin adını daşıyır. Əbədiləşdirir, başa düşdün. Məhəbbət. Nədə? Belə bax, sən heç kimsən, heç kim. Deyən görüm yırğalama. Dayandır da, yırğalamayım. Heç oğlan, sən özünə hörmət eləmirsən, eləmirsən. Heç olmasa mənim adıma hörmət elə. Mən sənin bacanağınam, ayıb da adım sanım var. İndi hər nə olub cəhənnəm, gedə söhbət verin, bağırayım, ayıb da kişi sən adamsan. Mənsə bir də deyirəm ki, mənim gözümün altın qaraldan hələ anasından olmuyor, başa düşdü? Anasından olmuyor, dur körpədə, ana bətnindədir, 3 aylıqdır. Böyle kim qaraldın ki? Deyirəm də 3 aylıqdır. Arzu, mən qismətlə danışdım. Deyir, mən həməlin üstünə qışqırmamışam. Həməlini bilmirsən, birinin üstünə 5'in qoyub danışır. Deməli, biri olub ki da üstünə 5'in qoyub. Arzu, eşitmişəm bir də uşağın sözü ilə mənim qardaşımı gözüm çıxdıya salmısınız. Hə? O indi abırlıdır demir ha. O demək deyir ki, biz hamımız abırlıyıq. Sən hələ mənim həyirsizliyimi görməlisən. Sana, mən sənin üçün vəfa öyrəməyə üstümə xoruzdanma, lərəklərvi yolaram.
Vəfa demə ginən ha. Vəfanı gördün? O da sənin kimi başlamışdı ya. Gördün mü? Zotusturduk yerində. Bir dəqiqə dayanın. Nə vəfa salmışsınız, hə? Bu vaxtaca vəfa kimi cavabsız qoyub? Hələ sənin anonla varam deyə. Bir dənə 30. Ha kısmet. Bir dakika dayan. Eşittim havayla vurmuşsan. Tari yaxşı gəldin. Mən hamayla vurmamışam. Söhbəti şişirdikləri, Tari. Hamayla otaqdaydı, mən də pul sayırdım. Pul sayırdım. Mən də elə hamayla belə ehmalcıyaz belə qolundan tuttum ki, otaqdan çıxardım. Ay kolum. Kolumu kırırsan. Sen lan onu ver. Ay kimse kolumu kırırdı az kala. Mən nə qardım ki? Ha, yaşa kişisiniz bacanası. Uşağı görür vurasana. Dalaşarsınız ha birbirine. Yaşa yaşa kişisiniz ben götüm. Ay çiş. İsmet ben uşağa göre dalaşmıram. Seni vurmuram. Ama başka cür vuracağım seni. Abbas Buran sana neçə icariyə vermiştim. Ayda 1000 manat vermirdim. Ha 1000 manat. İnsan verdin, kısmet verdin. Mənim üçün nəfər başqadır. İndən sonra 1500 manat elədim ayda. Görün gör. Laf yaxşı, laf yaxşı. Sen razı, onu razı. Ha, narahat olmuşsun. Mən başa düşəmirəm. Tamam. Hesaplayaq. Ana onu bir çəfladın sen. Ya kaldırdım 1000 manatı 1500 eləmədi. Buranın 1000 manatlıq icarəsini sen vermirdin. 1000 manatı verən oğlan qaka 1500'ü də verərdi. Səhv deyirəm ya. Mən uşağa işlələməmişim. Sen yaman əsəbsən, görürüm onu götürürüm. Şeydir, sen get mən bu bacalığını baxsadan gətir. Həm də bir oyuna elə yolda əsəblərin sakitləşsin sən. Ha, düzəl. Get. Bunu mən götürdüm bura. Abbas, daima gəl gözüm sayacağım. Ha, yaxşı. Ay qara, Mamoğlu, qaka, bağçaya gidirsən da üstümü atlana gəlmir. Özəl bağçadır o, Pajaoğlu'nun bağça pulunu da ödə. Get. Mən götürüm də balacam bundan balacam. Düş. Daima gəl gözüm sayacağım. Get lan. Nəvəmi yəhsiz görüblər. Hamal. Maddə ilə görüm, qismət sənin haranla vurub. Dənə görüm. Ay nene niye sen benim haramdan vurdular? Sen kolunu çürmeli gir içeri. Mamamı parçalayırlar. Ne danışırsan ha? Bəpa, Ceyran əlini örgədib deyin, indi də mənim nəvəmi vurur. Az cavab vereyim ha. O xatan kirpi gəldi yenə. Bəsdir xala, heç kəs həmaylı vurmur. Prosta siz nə tökmüsünüz, o da onu yığışdırıb. Hə, indi ara qızışdır. Bura bax, hey, ara qızışdırmaqda sizin nəsliniz rəsmidir. Peçatı vurulub, belə təsdiqlənib. Arzu, sən də başqa vaxt bəstini görən kimi ağız burnu verir səni. İndi nə olub hər şey deyib keçmiş qeynan onun ovucuna qoymuşsan? Hə? Qınamıram bacı. Siz agent nəslisiniz, agent nəslisiniz. Siz sakit olun, sakit. Mən elə bildim, bu bir dalğadır, gəlib keçəcək. Bu tsunaminin qabağını özüm alacağım. Vay. Yaxşı oldu. Salam həkim. Şimdi səhərə kimi belimin ağrısından yata bilməmişəm. Deyirlər bir masaj elətdir. Xansar müəllim, dovşan tullanıb qaçmır, niyə belə edir? O dovşana masaj lazımdır. Sən gəl bura, gəl bura. Get sənə də masaj lazımdır. Otur. Çıxart. Yaxşı. Gəl bura bala. Gəl masaj eləyim səni. Radiyız. Olur hərdən. Ancaq gecələr? Nə vaxtdan belə olur? Xansar müəllim, bu dovşan niyə belə olur? Qaş, bilsən bax, öz yediyin yeməklərdən verirsən buna. Belə olacaqdı. Buna kələm yedizdir, buna kök yedizdir, buna ot yedizdir. Həkim yaman qulunca oluram, heç bilmirəm nə edeyim. Heç nə, bax kələm dolması ye, ot ye, kök salatı ye, bax belə şeylər. Aparır. Bir də hər gecə, mən indi sənə...
verirsən, mənə onu dinə. Talib müəllim, bazar günü. Bu bazar evi təhvil verirsən? Yox, talib müəllim, nəsə bazarı? Görmüsən burada zıppıltı iş var. Üzümüzə gələn bazarı birində verəcəm. Nə niyə tələfdirsən, talib müəllim? Sən dəlisən, sən xəstəsən, ay etibar, ay qardaş, sən bu evin təmirinə başlayanda üzbəyiz binanın katlavanı qazılırdı. O bina tikildi, ora camaat köçdü, o binanın köhnə bina altından indi sökürlər. Amma mənim evimin təmiri qutarmır. Niyə mənim ailəm qismətli evində qalmalıdır, qismət də uşağımın üstünə qışqırmalıdır, hə? Bu da qəsəb yemeği vurmağa adam axtarım, başa düşsən etibar. Talib müəllim, bir dəqiqə gözlə. Buna bax, buna bax. Al. Get bundan, qisməti yaxşıca çırp. Bu nədir etibar? Duşdur da talib müəllim, hamam duşu. Bildim ya duşdu. Ben bu sen benden bir ətək pul aldın ki ben gedirəm İspanski duş alam. Bu nədir köhnə Nikolaski duş? Talib müəllim, getdim, gördüm İspanski çox bahadır. Dedim 10 əvəzinə, deyildiniz bundan 10 dənə alaram. Sonra bunda təzəsini tapa bilmədim. Getdim bu örxana yoxdur, işlənmiş olan yer. Oradan elə aldım bunu, amma keyfiyyət eyni keyfiyyət talib müəllim. İşlənmir ya, bunu çapıfdılar. Keyfiyyətdə deyil. Hə, eyni keyfiyyət. Dəqiq yarımına qarantı. 100%. Bir yoxlayaq bu keyfiyyət. Qəpik 53 manat. Dayı, ay dayı, yollarına bir də pulda da qoyma özümə gedim saqqız alım. 53 manat 70 qəpik, qoy sən tam verərəm 53 manat 70 qəpik 53 manat. Dayı, yollarına bu puldan ver də. Dayan da, o sayım sonra verərəm. 53 manat. Dayı, sən dayı verəsən o pul mənə. 53, neçəydi, 55, 53. Ya çaşdım köpək olub, imkan versin. Ne yapıyor bu? Hakan ne oldu buna? Ne yapmadı bu? Dayıma vurdu yedi. Köpək oğlu. Uşağı vurur ne çöpe olur diyorsun ha kaka? Haka. Elini pulla oynuyorsun. Çatana çatırsan çatmayana yumruğu atmışsan kaka. Ha? Kız onu abi. Məndən nə cüzlənirsən? Yetcək kişisən, adamsan. İşdim sən arvad vurub. Ay dünya. Elə mənə də bilirdim, sən özünü tanıyan kişi sən əli qaldırmaz, kişi. Ay dünya, gör kimin əlindəsin, ay dünya, gör kimin əlindəsin, hə? Hə, sənə başa saldım ki, məni şok vurub da. Hə, sən şoksan da, başa qoy mənim oğlum dünya gəlsin, oturub ondan söhbət eləyərsən. Mən sənə söhbət eləmənim həyatım. Çünki sən məndən niyisən, sən məndən aşağısan. Hadi yaxşı. Diclər nə deyəsən? Hadi yaxşı görmür, danış görüm. Nətər burada sən arvadı bu? Mətləb, elə bir, belə, öz aramızda, elə bir, mənim oğlum. Nə oğlu? Hadi, bətin oğlu, ana bətindədir hələ ki, indi 3 aya yaxındır. Vurağan oğlandır. Anasının qarnında elə bir olan təpi vurubdur anasına. Anası elə bir razvorotla bir yeni təpi mənim gözümün altına vurub. Məhəbbət. Bir dəqiqə dayan əlini çəkiyorum, mən tərf vurub nə də? Sevda! Nə day mənim ləçəkli gülüm? Haycan. Eşitdim, sən məni gözümdən vurubsan ha? Hə, mən vurmuşam. Nətər vurdun sən məni? Göstərim nətər vurmuşam. Göstər görüm. Dayan gəllim. Dələlində qalmışıq, dəlixanadayıq biz elə biri. Ay mənim məhəbbətim. Bax, belə vurmuşam. Sona bəsdir, toyda pul yazılmayıb, ortalıqdan çıxmayan qonaqlar kimi nə düşmüşsü ortalığa, hə? Məhkəmədir bir yer. Buranın vəkili də, hakimi də, prokuroru da özüməm. Mənə də üzə duran lazım deyil. Az çəkin hücuma parçalayır bunları. Dayan görüm ha. İştəmsiz, yorulmuşsuz. Nədərdir? Gəlin bir tez bazar haqq hesab edək, yer var oraya getməliyəm.
Hansı var? Nədir yenə klient olmayıb? Qazanan belə interesini, ha? Yox, Talib müəllim, müştərimiz var idi, əla işimiz olub. Kişi düzülmüş amma axı. Mustafa müəllim gəlmişdi, dovşanını gətirdi. Mən bugün Mustafa müəllim dovşanını masaj eləmişdim. Mən də Ehtiram müəllimi masaj edirdim. Lap yaxşı da, yəni iş olub, əsas odur ki, yəni o yüzlükləri verdin, mən çıxıb yedim, qırmızılar mən sevirəm. Talib müəllim, hadi. Elə bil ki, mən Mustafa müəllimin dovşanını masaj edirdim. Elə burada. Dovşan bir dəfə əlimdən çıxdı, qaçdı. Gəlib tullandı Ehtiram müəllimin belinə. Tullananda bir balaca elə bil onun belini cızdı. Belə, elə bil belə. Ay, yavaş, yavaş, kısım qıracağım, səni. Ehtiram müəllim də dovşanı götürüb balaca yerə qoyanda yavaş-yavaş dovşanın qıçısında. Allah. Talib müəllim, elə dovşanın qıçı təzə sınmışdı. Mustafa müəllim təzədən qayıtdı dala. Baxdı, gördü ki, dovşanın qıçı qırılıb. Beyin çöndü, tanıyorsun da sonra. Keçəsin mənim qıçım qırıldı. Gəlib dirəşdi Ehtiram müəllim. Ehtiram müəllimə heç şey demədi. Hayır, mənim yoxdur. Yaxınlaşdı bir vur! Nə tər ayağını gördü sonra. Mən belə şey görməmişdim. Mustafa'sını neydi söylədin? Heç də Talib müəllim. Mustafa müəllim bizim klinikanı verdi məhkəməyə. Nəyə görə ki, heyvanla insanı bir mane edirik. Ona görə məhkəməyə. Talib mən fikir eləməyim. Yani klinika bağlarda bir gün sınavı batır. Halal olsun size. Halal olsun. Hayır öldürmürəm değil mi? Hayır kaka. Bu nedir ya? Sen de bu ne tez adetli talihin uşağını vurmuşsan, oradan benim uşağımı vurmuşsan, ne de kopsuz çıkmışsan. Seyid abi, imkan vermədiniz bu pul sayımdan. Başa düşməm, sənin uşağını vurur elə. Kaka ne tarafa? Başa düşmədi, mən sənin gücün uşaqlara çatır, ha qismət. Sən ne uşağı vurursan, ha? Arqadanız alın, mən uşaq vurmamışam. Sən qızını yüngülvari belə qolundan belə tutdu. Ay kolum, ay kolum, ay kolum, ay kolum. Ben beş sıxı girdik. O şimdi bir sanki əli qağırdı. Buna bu gibi bir kəlfatınla sıxdı ya. Mən heç deməmişim. Bu da sənin də oğlunu belə yüngülvari belə başından tutdu. Sana kaka. Başım silkelendi. Burası yavaş olmalı kaka buna da. Ha. Orada bana sudan verin. Bir dəqiqə dayanın. Bir dəqiqə dayanın. Mən uşağın əmsi düşürəm, dayısı düşürəm. Nə də mən uşağın belə qolunu tutub tənbih eləyə bilmərəm. Ha? Talih, sənin qızın neçə illərdir mənim evimdə qalır. Ürək istədiyini alıram, ürək istədiyini də o evdə eləyir. Nədir, mən uşağa heç nə deyə bilmərəm? Abbas, uşağın dayısıyam. Anadan olan gündən bu günə kimi bütün xəstələrini də mən çəkmişəm. Nədən uşağın başına bir belə eləyə bilmərəm? Siz elə üstümə gəlibsiniz ki, nədən gəlin məni vurun ha uşağa görə. Vurun. Səncə? Erk eləyib vurub, belə yaxşı eləyib. Nə oldu? 5 alanda 5 manat verə bilir, danlaya bilmir. Əmisidir, vurub yaxşı eləyib. Sən neynəmsən, bəs xala uşaqsan. Çalanda mən də danlamışam, Sona, anam qismətin üstünə qışqırıb yaxşı eləyib. Böyüdü, ağ bir çəydi. Sənə nə düşüb düşmüsən ortalığa? Əqzi, sən də deyəsən saçlarının dibi yumuşalıb ha. Çoxdan da dartmıram ha. Bəsdi xala. Sonra narahat olmayın. Mən uşaqların valideynlərlə şəxsən atalarına söhbət edib məsələni həll elədim. Hə qardaş, çox sağ ol. Gedə bilərsiniz. Hala bu da oğlumun hədiyəsi. Bu da Hamalin hədiyəsi. Vəfa, hala bu kassanda qoy bir yerdə dursun. Qəpiklər hardadır? Qəpiklər də
saya bilmədim. Verdim tükənçiyə ki, əvəzinə hədiyyə versin. Verdim bu uşaqlara hədiyyə aldım. Mənə də üzə duran lazımdır. Az çəkin ucuma parçalayırım bunları. Dayan görüm az. Ağal, sor. Taşmıyor. Sevda. Gel görüm bura. Ben böyle şey. Ay Natasha, harika sana Natasha. Ay ay ay. Natasha değil mi? Dur o. 2 dənə də İsmet. Şaştırdım bak tersten bir dedim. Bir dakika dayanmak için. Eşittim havayla vurmuşsan haydi olsun. Hayır, ben havayla vurmamışam. Fazla yaxşıydı ha. Necə kişisiniz bacanası, uşağı görüb vurasana, dalaşarsınız ha bir-birinə. Yaxşı, hayır, necə kişisiniz mən götürdüm. Necə kişisiniz ha. Tam bir şey. Dedəsən, mən də sayın bunu görümdən. Bunu göstərirəm mən biraz. Yox, qoy qalsın da. Sən qızını belə yüngülvari belə qolundan tutmuşam. Ay kolum. Qızın amali yüngülvari belə qolundan tutdun. Arada kol göstərdi. Anadan olan gündən bu günə kimi bütün nə xərci var hamısını mən çəkmişəm. İndi bir dənə belə elədim deyə. Hadi yaxşı da bilmiyorum. Ne oldu buna? Ne bu ne ağlıyor? Ay, heç nə. Tatay mən oldu deyir şopok. Çapın. Sana. Şopok gəlmişdi. Yaxşı dedi. Bir tane eğri bakım yaxşı görür. Eğri. Eğri görüm ha qabağında. Eğri bakım atıyor. Yani deyirəm görüm də. Məhəbbət, belə baxanda, baxıram səni heç kim, səni heç kim. Uzatcı. Mənim də. Məhəbbət. Arvadım vurub, yetə kişisən. Hədə görməm. Səndən. Bacana, görmə bura.